Bakıda 55 yaşlı kişi 9 ədəd qaşıq udub. Vəziyyəti ağırlaşan şəxs gecə saatlarında Sabunçu Tibb Mərkəzinin təcili tibbi yardım şöbəsinə müraciət edib. Maraqlıdır ki, həmin xəstə bundan öncə bir neçə tibb müəssisəsi tərəfindən qəbul edilməyib. Biz xəstəyə endoskopiya müayinəsi elədik. Mədədə 9 ədəd qaşıq dəstəsi aşkarlandı. Endoskopun nəzarəti ilə və cərrahlarımızın nəzarəti ilə yad cisimlər mədədən xaric edildi. Bizim prosedur 4-5 saat çəkdi. Pasiyentin bu hərəkətlərinin psixi vəziyyəti ilə əlaqədar olduğu bildirilir. Çünki həmin şəxs psixiatriya xəstəxanasında müalicə alır. Həkimlər xəstəni müayinə edərkən şüurunun yerində olduğunu bildiriblər. Udduğu qaşıqların sayını elə xəstənin özü də etiraf edib. Onun qarın nahiyəsində ağrılar müşahidə edilməyib. İlkin olaraq diaqnostik amaçlı xəstəyə rentgen çəkdirdik. Rentgendə yad cismə bağlı görüntünü gördük. İlkin planımız əməliyyatxanada ümumi anesteziya altında diaqnostik amaçlı endoskopiya olunması. Əgər diaqnostik endoskopiya ilə o yabancı cisimlər, yad cisimlər oradan çıxarıla bilərsə çıxarılması, çıxarılmazsa cərrahi yolla yad cisimlərin çıxarılmağını planlaşdırdıq. Həkimlərin müdaxiləsi uğurla həyata keçirilib. Prosedur zamanı pasiyentin mədəsində hər hansı bir kəsilmə və deşilmə olmayıb. Hazırda onun vəziyyəti stabildir və reanimasiya şöbəsində nəzarətdə saxlanılır. Qeyd edək ki, həmin şəxs bundan əvvəl də 2 dəfə metal cisim udub.